Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu vessalatu vesselamu ala men la nebiyye ba'dehu. Şeyhülislam İbn Teymiyyə rahimehullah'dan vitir namazı haqqında soruşurlar və İbn Teymiyyə cavabında buyurur ki, el-vitru sunnetun muakkede. Vitir namazı gücləndirici sünnələrdəndir. Bittifaqil muslimin. Müsəlmanların ittifaqına görə. Yəni, müsəlmanların ittifaqına görə vitir namazı sünnə muakkədədir. Yəni, gücləndirici sünnə. Və sonra buyurur ki, وَتَنَازَعَ الْعُلَمَا فِي وُجُوبِهِ. Alimlər vitir namazının vacib olması barəsində ixtilaf ediblər. فَأَوْجَبَهُ Əbu Hanifə və taifətun min ashabi Əhməd. Vacib görən alimlərdən Əbu Hanifə və həmçinin İmam Əhmədin əshablarından bəziləri. وَالْجُمْهُورِ لَا يُوجِبُونَهُ. İbn Teymiyyə buyurur ki, cümhur alimlər vitir namazını vacib görməyib. Kəmalik və Şafi' və Əhməd. Məsələn, İmam Malik, İmam Şafi və İmam Əhməd. لأن النبي sallallahu aleyhi və səlləm kənə yu'tiru alə rahiletihi. Görün, nə deyir İbn Teymiyyə? Çünki deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm vitir namazını yəni miniyin üzərində qılardı. Minik üzərində. وَالْوَاجِبُ لَا يُفْعَلُ عَلَى الرَّاحِلَةِ. Və bildiyiniz kimi, vacib namazlar minik üzərində qılınmır. Lakin huve bittifaqil muslimin sünnetun muakkede. Lakin deyir, müsəlmanların ittifaqına görə bu vitir namazı sünnə muakkede namazlarındandır. La yenbəği li əhədin tərquhu. Və heç bir kəsə yaraşmaz ki, bu namazı tərk eləsin. Vəl-vitru əvkədu min sünnəti zuhur vəl-məğrib vəl-işə. Sonra görün nə deyir? Vitir namazı deyir, işa, məğrib və zöhür namazlarının sünnətlərindən daha güclüdür. Əvkəd. Vəl-vitru afdalu min cəmi'i tətəvvəatin nəhar. Vitir namazı gündüz olan o nafilə namazları var. Onların hamısından afdal, əfzəldir. Kəsalətü duha, məsələn, duha namazı kimi. Yəni, vitir namazı duha namazından əfzəldir. Bəl afdalu salati ba'dəl məktubəti qiyamul leyl. Və necə bildiyiniz kimi, fərz namazlarından sonra ən əfzəl namaz qiyamul leyldir. Və əvkədu zəlikəl vitru və rəkətəl fəcr. Və bundan daha güclüsü də vitir namazından sübh namazının sünnətidir. Sübh namazının sünnəti və vitir namazı daha güclüdür. Vallahu a'ləm. Allah daha doğrusunu bilir. İxlasla.com saytı tərəfindən təqdim olundu.